Mercedes yoxsa BMW? O iPhone-u mən də sürmüşəm də. Mən də 92 ilə sürdüm, bunu dağıtdım motor. Mercedes-də o daha rahatdır. Elə bil ki, şir saxlayırsan, ona quru çörək verirsən, o şir olmayacaq da. Yəni, Mercedes sürənlərin çoxundan soruşursan ki, nə vursan, deyir 91. BMW-nin dözümlülüyü Mercedes-dən daha üstün görür. BMW-nin mühərrikində ən çox problem nədə çıxır? Mercedes-də BMW-dən daha həzz alırsan. Bugünkü mövzumuz bütün dünyada, bütün insanları maraqlandıran, demək olar bütün avtomobil həvəskarlarını maraqlandıran bir mövzu olacaq. BMW yoxsa Mercedes. Yəni biz bugün həm BMW haqqında danışacağıq, həm də Mercedes haqqında və iki avtomobili müqayisə eləyəcəyik bir növ. Və bugünkü bu mövzuda bizim qonağımız Sadiq Ustadır. Salam Sadiq Usta, xoş gəlmisiniz. Xoş gördük, xoş gününüz olsun. Mən də hər kəs salamlayıram. Aleyküməssalam. Sadiq Usta, Buyur. belə deyək də, sən Mercedes və BMW ustasan, digər avtomobillərin də ustasısan əslində, amma bugünkü mövzumuz BMW və Mercedes-də belə deyək və bu avtomobilləri yaxından tanıyan bir ustasan. Belə deyək də, Uzun yoldaşlıq eləmişəm də bu avtomobillərlə. ikisindən də sürmüsünüz deyəsən özünüz, yoxsa? Sürmüşəm, mən ikisindən də sürmüşəm. Uzun yoldaşlıq eləmisiniz və deməli həm də ustası olaraq artıq avtomobillərə hakimsiniz də. Belə deyək, ən birinci sualımız belə deyək də, bu iki model arasında ümumi fərqlərdə, yəni fərq yoxdur, mühərriki və s. Ümumi fərqlər nədir? Yəni Mercedes ilə BMW-nin arasındakı fərqlər nə olaraq deyə bilərsiniz ki, fərq nədir? Yəni ikisi də Alman brendidir. Bunların ya birinə pisdir, birinə yaxşı demək biraz olmaz. Baxır o zövq baxımından, mən məsələn öz zövq baxımından BMW-ni üstün tutmuşam həmişə. Bir necə deyirlər, bir usta tərəfdən də üstün tutmuşam. İndi o lazım olsa onun açıqlamalarını da verərik. Yəni hərəsinin öz yeri var, öz baxır məsələn şəhər içi hansıdır, trasda hansıdır, hansı daha zövq verir, belə deyək də, trasla şəhər içi iki modeldə bir-birindən fərqlənir. Yəni uzun yolda hansı daha komfortludur, şəhər içi hansı? Uzun yolda mən deyərəm ki, Mercedes. Uzun yol üçün Mercedes daha komfortludur. Yəni daha rahatdır. Sürüş həzzi olaraq da belə. Yəni yol olmamaq şəhər yox. Yəni söhbət komfort axtarırsansa, yəni sport tipli yox, komfort məsələn oturursan, uzun bir yol gedirsən, ailə ilə gedirsən, normal sürətli sürürsən, Mercedes-də BMW-dən daha həzz alırsan. Elədir. Bəs belə deyək də, bu hamını deməli var maraqlandırır ki, Mercedes-in mühərriki yoxsa BMW-nin mühərriki. Bunların arasında fərq var. Ən dözümlüsü Mercedes. Köhnə illərə qalanda Mercedes. Köhnə illər, neçənci illər? Köhnə illərə qalanda. Məsələn, mən 2000-ə, 2005-ə qədər götürürəm ki, Mercedes. 2010-a qədər lap götürmək olar ki, Mercedes. Ondan sonra təbii ki, BMW mühərriki daha üstün gəldi. Belə deyək də, bu mühərriklərində neçə ildir ustasınız bu sahədəsiz? Mercedes-in daha çox mühərrikində problem görmüsünüz, yanınıza gəliblər, yoxsa BMW-nin ümumi olaraq? Ümumi olaraq mənim indi BMW tərəfdən müştərilərim daha artıqdır. Çoxdur. Hə, yəni çox olduğuna görə, çox deyəndə Mercedes-ə nisbətən. Mən belə götürərəm ki, ancaq hesablama olsa orta bir şeydir. 50-50-yə deyə bilərik. 50-50-yə demək olar. Belə deyək də, yaxşı, bu iki modelin mühərriklərində, məsələn BMW-nin mühərrikində ən çox problem nədə çıxır? Məsələn, mən çox görmüşəm BMW-nin mühərrikində bir problem çıxanda bu qlobal bir məsələyə çevrilir və böyük bir şey kimi görünür. Onu ustalar qlobal məsələyə çevirir. Məsələn, BMW 8 silindr 2005-dən sonra deyək ki, 8 silindrində problemlər çıxdı. Məsələn, nə idi təxminən? Maşın 50 min, 60 min gedirdi, təzədən başladı yağ yeməyə, tüstü verməyə. Qara tüstü? Ağ tüstü verməyə, yağı azaltmağa, kəskin azaltmağa. Yəni bu problemlər düzdür, indi aradan qaldırıblar. Məsələn, biz götürürük 4 silindr, 6 silindr götürsək, bugünkü gün nəzərdə BMW-nin 6 silindr, 4 silindri Mercedes-dən üstündür ki, aşağı deyil. Yaxşı, bu çıxan problemlər benzin mühərrikləridir, yoxsa dizel mühərrikləridir əsasən? Yox, biz hələ benzindən gedirik. Benzindən söhbət gedir. Bəs Mercedes-də mühərrikində ən çox hansı problemlərə rast gəlmisiniz? Yox, o hansı problemlər demək olmaz ki, sırf filan problem. Konkret elə bir şey. Məsələn, indi Mercedes-lə BMW-nin mühərrikin götürəndə, müqayisə edəndə, mən yəni daha dözümlü, daha necə deyərlər,
yükləmək vəziyyətidə avtomobillə daha aqressiv vəziyyətdə sürüşünə BMW Mercedes-dən daha dözümlüdür mühərrik bax. Bu mənim fikrim də, yəni təbii ki, burada şəxsi fikriniz deyilsən. Yəni məsələn Mercedes-in belə deyək, BMW indi mühərrikinə dedik, Mercedes-in gəl orta segmentindən gedir də, lap kiçik şeylə 3-cü sinif BMW ilə, məsələn Mercedes-in C klası. Məsələn bunları orta segmentlə götürəndə Mercedes-in arxa oturacağı sərnişin üçün BMW-nin oturacağından qat-qat rahatdır. Genişliyindənmi? Rahatdır da ümumiyyətlə. Həm genişdən yəni oturursan, dizayn demirəm, hələ dizaynla getmir söhbət. Məsələn, BMW-də oturursan arxa sistemdə insanı yorur həqiqətən. Biznes klassdan getmir söhbət, orta sinifdən gedir. Oturursan məsələn, görürsən ki, səni narahat edir bir uzun yolda. O fərqi mən də istəyirəm. Mercedes-də o daha rahatdır. BMW bir növ belə deyək də, bir növ sürücünü daha çox düşünür mənim fikrimcə. Amma Mercedes... Çünki o pirborun nisbətən əyriliyi... Sürücünü daha... Sürücü yönümlüdür. Yəni sürücü daha həzz alır BMW-ni sürəndə, nəinki sərnişin. Ancaq Mercedes-lə sərnişin daha həzz. Yaxşı da, indi sən özün də sürücüsən də, BMW sürürsən indi hal-hazırda? Yox, indi hal-hazırda yox. Nə sürücü? Mercedes-dir. Bəs sürücü yönümlü BMW-sən, niyə BMW sürürsən? Niyə sürürəm? Mən Mercedes nədən sürürəm? Məsələn, mən rayona müəyyən işlərim var, ona görə tez-tez gedib gəlirəm. Uzun yol sürürsən də? Uzun yol sürürəm, hə. O yolu sürdüyümə görə Mercedes-dir, həm də dizeldir, ekonomik. Hansı model Mercedes-in? 211 Kuzadır. İndi neçə ildir sürürsünüz 211 Kuza? Yox, təzədir, hələ 3 aydır. 3 aydır. 3 ay ərzində nəsə incidib sizə? Valla 3 ay ərzində incidib deyəndə ki, mənim ürəyim istəyən vəziyyətdə deyildi, xərclər qoymuşam. Məsələn, farsunkalarını dəyişmişəm. Müəyyən işlər var ki, görüldü də o avtomobildə, tam istədiyim kimi olmağına görə. Əsas mənim avtomobildə mühərrikdir, askı sistemləridir. Bu şeylər daha üstündür. Belə deyək də, indi Mercedes-in modellərindən danışdıq. Məsələn, bu dəqiqə Mercedes-in o 90-cı il çeşkalar deyirlər. Onlar heç vaxt moddan düşmür. Çeşka da. İndi onlar heç vaxt moddan düşmür də. Məsələn, o çeşkaya aparıb təxmini mən qiymət deyimdə 8.000-dən başlayır 11.000, 12.000 arası qiymət. 8.000, 9.000-ə C-klas, yaxşı C-klas tapmaq olmaz. Normalisi 10.000-dən yuxarıdır. Dəyər o pula? Dəyər ki, mənim fikrimcə pulu az olan üçün dəyər. Yəni niyə? Məsələn, onun ilə belə deyək də, hansı məsələn 12.000-lik C-klasını almasın, gedib nə alsın məsələn? Onu dəqiq bilmirəm. Sual içindən sual çıxır. Qiymətlər, Hyundai modeli seçmək olmaz o qiymətlər? Yəni o qiymətə Hyundai modeli seçəcək, o onu daha çox incidəcək. Amma o Mercedes... Mercedes-də elədir ki, Mercedes-in C-klası götürək də. Məsələn, zapçasları 111 motor olacaq üstündə. Məsələn, 2 motor, 1.8 motorlar olsun. Onu məsələn 97-dən bu tərəfə deyirəm. Onu götürəcək, alacaq. Məsələn, onda onu incidən ki, razvanlı olacaq, məsələn, xadaboyunda şarabı olacaq. O da ki, ucuz bir qiymətədir. Rahatlıqla tapa biləcək. Bir şeyin ki, motoru 111 motoru gedib ikinci əl alsın, 800-900 manata ala bilirsin. Nəyi pisdir ki? Onda yəni o verilən pul haqqıdır da o Mercedes-in. Onun haqqıdır. Amma yaxşısını. Yaxşısını da, məsələn, çoxu çürük olur, çoxunda problem olur. Yaxşı, belə deyək də, eyni... Haqqıdır onun. Və səncə eyni... BMW deyirsən, yox. Mən də onu deyəcəkdim. O qiymətə BMW yox. Mən də onu deyəcəkdim ki... O qiymətə yaxşı BMW tapa bilməyəcək. Mən də onu deyəcəkdim ki, necə ola bilir ki, səncə də Mercedes-in həmin illərindəki buraxdığı modellər moddan düşmür, dözümlüdür, amma BMW-də elə deyil. Ay yaşa, bax indi belə deyək də, köhnə nəsillərdə Mercedes-in məsələn mühərriki idi, askı sistemləri idi, BMW-dən üstün idi. Dözümlülük baxımından deyirəm. Məsələn, problem çıxmırdı. Məsələn, Mercedes-in ölməz motorları 111 motor, 112 motor, məşhur motor, 113 motor. Bunlar yəni çox belə necə deyirlər, həqiqətən yoldaşlıq eləyə bilən mühərriklər. Yarı yolda qoymur. Hə, yarı yolda qoyan mühərrik deyildi. Məsələn, Hindin özündə də məsələn o mühərriklər görsən ki, məsələn illərdir işləyir.
milyonluq yolu gedib, Var. amma yenə də işləyir. Var, doğru. Məsələn, silindirində, Porsche-də səs olanı da var. Məsələn, bizdə müştərilər var ki, gəlir, deyirəm, biz sür, lazım deyil, motoru açdırmayacaq. Deyir, bəlkə açar, deyirəm, hadi sür getsin, Porsche-də səs var. Məsələn, 2 ildir, 3 ildir, 4 ildir, bəlkə də o alandan o maşında Porsche-də səs var. Amma elə də sürür, necə lazımdır sürür, hə, problem çıxmır. Yəni, belə ki, elə, məsələn, indiki nəsil götürəndə, indiki nəsil Mercedes-lə BMW-ni götürəndə, mən BMW-nin dözümlülüyü Mercedes-dən daha üstün görürəm. Ha. Bax, belə deyək də. Məsələn, üzr istəyirəm, bugünkü gün, məsələn, 2010-dan götürək, ondan bu tərəfə götürəndə, bugünkü günə qədər BMW-nin askı sistemindən götürsək, məsələn, Mercedes-lə müqayisə eləsək, Mercedes-dən qat-qat dözümlüdür. Askı sistemi. Askı sistemi qat-qat dözümlüdür. O yəni, nə? mağazindən da araşdırırsa, daha çox Mercedes alırlar. Deyərlər ki, izləyicilərdən deyər ki, Mercedes-in sayı çoxdur. Yox, bu dəqiqə demək olar ki, bərabərləşib. Say baxımından. Məsələn, o vaxt Mercedes daha çox. İndi məsələn, BMW vəskarları BMW artdı axır vaxtlarda. Artdı, düzdür, təbii ki, Çin avtomobilləri çox imkan vermədi. Amma Almanın yerini verə bilməzlər. Yox, əlbəttə ki, onun yerini verə bilməz. İndi bəlkə də illər sonra nəsə ola bilər, ancaq bugünkü gün verə bilməz. Deyək ki, Ayusta, mən ilk avtomobil alacağam özümə. Qalmışam ki, nə alım? Və avtomobildən də başım çıxmır da. Gəlmişəm bir ustalı olaraq səndən məsləhət edirəm ki, Ayusta, mən ilk avtomobil olaraq hansını seçim Mercedes-dən, hansını seçsəm mənə çox incədir. Büdcəmdəki 15 minə qədər də belə deyil. Hansı məsləhət görərsən bana? Amma yaxşısının da qəşəng tapsam, keyfiyyətlisini. 15 minə. Sən 15 min elə bir qiymətdə qalmısan ki, nə oyanlıqdır, nə buyanlıq. 20 min. Artırıram. 20 min deyərəm sənə ki, getdinə yaxşı bir 211 al sür. Bəs BMW-də BMW-də o qiymətə tapa bilmərəm yaxşısını. yaxşı 60 kuza tapa bilmərsən. Yaxşı, Eyni bərabərlikdə olan avtomobillərlə müqayisə edilir. Bəs BMW üçün mən minimum nə qədər büdcəm olmalıdır ki, ilk avtomobil olaraq o minimum qiymətə BMW alım? 25 plus. Nə alaram o qiymətə? 25-in üstündə məsələn iPhone ala bilərsən. Normal iPhone ala bilərsən. F10-lardan F30 ala bilərsən. F30 düzdür, yığcam, indi mən bilmirəm. O bəlkə sən yığcam maşını daha xoşlayırsan. F10-lardan ancaq mən məsələn çox belə sosial şəbəkələrdə oxumuşam. Problem çox, şikayət çox eləyirlər. Mühərrikdən. Hə. Mühərrikdən deyəndə ki, düzgün qulluq olunmur. BMW-ni alır, sürür. Mən iPhone almışam. Gedir bax zapravkada 92-ni vurur. Hə. Gedir yağı dəyişir, ən ucuz yağı tökür. Sonra deyir problem var. Sonra deyir problem. Yəni bu problemin, mən iPhone da sürmüşəm də, bu problemin hardan qaynaqlanmağını bir baxmaq lazımdır ki, bu nədən qaynaqlanır bu iPhone-da? Onda yəni Niyə? Yəni 92 qədər faks zavod göstərişi deyir ki, olmaz, 92 olmaz. nasıl 95? 95, bəli, 95-98. Biz gedirik, vururuq 92-ni, deyirik maşında problem çıxdı. Maşında nə bilim Sveça Tesla'dan çıxdı, babin yandı, nə bilim motor stuka getdi, turbo dağıldı. Yəni bunlar problem. O iPhone-u mən də sürmüşəm də. Mən də 92 ilə sürdüm, burada dağıtdım motoru. Şöyle olub dedim, ay işləyir də, nə qədər fərqi xərci var. çıxdı o yığmağa? Çox çıxar. Yığma doya qaldı. Yo, mən o gün yarıma yığdım özüm. Elə bir Ustalığın oldu, üstünlüyü bir budur da. axşam, yəni val idi, yəni onu da seçdim, gün yarıma yığdım, həll elədim. Yəni valın belə deyək də yonulmağı, yəni 1 saat ərzində val motordan çıxandan sonra 1 saat ərzində yonulmuş vəziyyətdə qayıtdı. Yəni tez oldu proses. İndi söhbət ondan getmiş, yəni bunu 95-dir. BMW-ni alır, sürür, benzin fikirləşir. Zaten bunun birinci hərfi B hərfi ilə də, benzin hərfi ilə də. Adından bildin hə. Hə, bunu sən benzini fikirləşmə də. Sən yəni benzin fikirləşəcəsənsə, get məsələn Hyundai'nin sadə 2 motorunu al, Kia'nın sadə 2 motorunu al, 92 vur, xırda sür özünüz. Məsələn, get belə deyək də, 112 motor, 210 kuza, 4 göz deyirik də el arasında. Al ondan sür, C-Class al sür, 92 vur sür. Sən alırsan BMW-ni sürsən, gəlir ki, ay usta filandır, deyirsən nə vurursan, 92 vururam, vurma bu 92-ni də. Bu işlədə bilmir axı, bunun yanma kamerası
daha fərqlidir axı. Maşallah. Sonra da qalır deyir BMW maşındır. Sən bu BMW-nin bir istədiyin sən verirsən bu yesin, Yox, vermirlər. vermirsən. Sonra da şikayət edirlər. Elə bil ki, şir saxlayırsan, ona quru çörək verirsən, o şir olmayacaq da, yəni başqa bir şey olacaq. Yəni şirə sən şir saxlayırsan, ona ət də verməlisən, belə canlı heyvan da atmalısan ki, onu özü didib yesin. Mercedes sürənlər, indi bu mövzuya da toxunum da, indi Mercedes sürənlər deyə təsdiqləyəcək. Mercedes sürənlərin çoxundan soruşursan ki, nə vursan, deyir 95. Hə, 95. Bilmirəm də, indi nədirsə, BMW sürəndən soruşursan, qalıb hələ 95 ilə 93 arasında. Yəni, əksəriyyəti elədir, 92 vuram, deyirəm, vur 95 ilə. 95 bahadır ya, buradan sürmədi onda. Yəni, necə olur bəs o? Sürənlərin 90%-dən soruşursan, yeni nəsildən gelir. Nə vursan 95. Nə bilim, yəni bu... Fərq nədən yolu bilinmirəm. Müəmmalı olaraq qalır o sual. Psixoloji fərqdir o, yəqin ki. Bəlkə də olar. Bax, məsələn, BMW-dən söhbət edir. BMW-nin o 3 motor deyirlər də. Onlar haqqında nə danışa bilərsiniz? Məsələn, onlar məşhur motorlardandır, düzdür? 58-i deyirsiniz, çox gözəl bir mühərrikdir, 340 at gücüdür. Düzdür, 340 at gücündən başlayır onlar. İndi get-gedə elə bir ki, nəsil təzələndikcə, onu qaldırırlar 370-ə, 390-a, 400 necə. 58 mühərrik BMW-nin ona yəni düzgün qulluq olunsa, yəni benzin düzgün qoyulsa, yağı vaxtında dəyişilsə, yəni ona icazə verilən yağ tökülsə, bu 400-500 min səni bez problem aparacaq o mühərrik. Sonradan problem çıxır? Yox, sonradan onsuz da liboy şeydə çıxır, insanda da problem çıxır. Yəni xırda bir şeydə, məsələn, zəncirində problem çıxacaq, məsələn, bu problem deyil ha, bu təbii bir şeydir. Hətta yəni bütün avtomobillərdə olur. Bəli, bəli, təbii bir şeydir. O stage məsələn, o stage'i çox ideal götürür ki, mühərrikə heç bir müdaxilə eləmədən, əlavə qurğu, quraşdırmadan, məsələn, 550 at gücünə qaldıra bilirsin. Bizi indi həm Mercedes sürənlər də izləyəcək, həm BMW. Mercedes sürənlərə fərq yoxdur hansı model sürür. Bir-iki kəlmə nə məsləhətiniz olar ki, buna diqqət elə Mercedesdə, nə olar o? Yox, xüsusi diqqət eləmək, ümumi avtomobil idarə edənlərə mənim fikrimə onu deyə bilərəm ki, qulluq düzgün usta seçmi. Bir. Düzgün zapcas seçimi, hardan almaqlarına diqqət eləsinlər. Yəni, bugünkü gün bazar elə bir vəziyyətdədir ki, yəni ikisini yan-yana qoyub belə baxırsan zapcasda ki, bilmirsən, bu orijinaldır, yoxsa bu orijinaldır. Yəni, elə bir vəziyyətə gəlib çatmışıq, bu həqiqətən çox biabırçı bir vəziyyətdir. Məsələn, antifriz sistemin 4 ildən bir dəyişilməlidir, çox sürücülər onu eləmir. Bu bütün avtomobillər üçün? Bütün avtomobillərə şamildir. Məsələn, tormuz mayeəsi, jidqis deyilir də, tormuzun... O fikir verən yoxdur istəmək olar. Onu məsələn 4 ildən bir dəyişmək lazımdır, 4 ildən bir dəyişilir, dəyişilmir. Adam var 20 ildir maşını sürür, deyir dəyişməmişəm. Mən bu günə qədər heç kimdən eşitməmişəm ki, onu dəyişim. Dəyişilməlidir. Məsələn, belə deyir, ötürücü körpü, most deyirik də. Onun yağları, mayələri 4 il ərzində dəyişilməlidir, dəyişilmir. Sürətlər qutusunun mayəsi, baxırsan adam az sürüb. Məhz günə 10 kilometr, 15 kilometr yol sürür. Yəni bunu yazılıb ki, 80 min sürməlisən. Çox dəyişməlisən. Bunu yox, bunu dəyişməlisən o heç. Yəni 80-100 mini sürməsən belə, 4 il tamam olubsa, onu dəyişməlisən. Bir usta olaraq bu sualı verəcəm. Mercedes yoxsa BMW? Çanqa. Yox da indi. Mercedes yoxsa BMW? Çanqa nə işte olar bir şey. Ya imkan olsa, bir dənə Mercedes, bir dənə BMW. İmkan olmasa? O biraz qəliz bir şeydir. Çanqan. Dəqiq bu seçimi deyirsən də heç vaxt. Seçim... Yox da indi şəxsi fikri deyirsən də sən Mercedes olsa BMW. Şəxsi fikri, yəni burada hamı öz fikrini deyə bilər də. Mən məsələn Mercedes, mənə görə. Bugünkü gün belə deyək də, subay adamlar üçün BMW, ailəli adamlar üçün Mercedes. Nə deyir?
yaxşı məsələdir idi Hə, məncə. Dəyərli yəni heç məsələdir. kim deməsin də belə indi. Yo, indi onsuz belə deyil. Hamının öz fikri var da. Mən Mercedes-i seçirəm deyə BMW-ni pisləmirəm ki. Yəni Öz yox. şəxsi seçimim. Mercedes yenə deyirəm. Sən BMW-ni alırsan, sürürsən. Məsələn, yaxşısını almaq istəyirsən, qiymətli alırsan, al BMW-nin məsələn biznes klası, arxasından da rahatlığı gör. Ay sağ ol. Çox rahatdır. Yəni orta sinif alacaqsansa, məsələn sırf özünü yox, ailəvi düşünəcəksənsə, o sizdən rahatlığı, komfortu Ay sağ ol. Mercedes. Əla. Yox, özünü düşünəcəksənsə, al BMW-ni sür. Gəl. O həzzi al. Bugünkü mövzumuz Mercedes yoxsa BMW idi. Ümumi hər iki avtomobil haqqında biz danışdıq. Sadiq Usta öz fikirlərini bölüşdü. Təbii ki, bizi həm Mercedes, həm də BMW həvəskarları izləyir və inanırıq ki, hər iki avtomobil həvəskarlarına maraqlı olacaq mövzulara toxunduq. Növbəti videolarda fərqli mövzularda inşallah yenə görüşərik. Sadiq Usta, çox sağ olun. Bugün çox maraqlı bir mövzu oldu. Siz sağ olun, uğurlar olsun. İnşallah Sizin yeni sizə də. verilişdir. Hə, mən bunu təzəlicə bildim ki, bu yeni uğurlar Çox arzulayıram sağ olun. kollektivimizə. Çox sağ olun. Daha yaxşı, İnşallah yenə- uğurlu proyektlər. Yenə görüşəcəyik sizinlə. İnşallah mütləq. Belə, bu verilişimiz də burada sona çatdı. Videomuzu bəyənməyi və öz fikirlərinizi videonun altına yazmağı unutmayın. Növbəti verilişlərdə görüşərik. Sağ olun.